İki qaynarvadı bir evdə necə yaşayırıq, necə yola gedirik, işlərimizi necə bölürük, bugün siz ondan danışacağım. Bu mənə demək olar ki, hər gün gələn suallardan biridir. Və ən çox gələn suallardan biri də odur ki, bütün işləri siz görürsünüz, sizin qaynınızın yoldaşı heç bir iş görmür. Bizim evin birinci qanunu səhər tezdən oyanmaqdır. Yəni bu illərdir ki, belə davam edir. Orta saatlarında falan istədiyin zaman yatıb dincələ bilərsən, amma səhər tezdən oyanılmalıdır. Biz səhər oyandıqdan sonra qaynımın yoldaşı inəkləri sağmaq üçün tövləyə yollanır. Mən də evdəkilərə səhər yeməyi hazırlayıram. Bizim evin ikinci qanunu da mütləq şəkildə səhər yeməyi yeyilməlidir. Və bu saat ona 11-ə falan çəkmir. Saat maksimum 8-ə qədər səhər yeməyi yeyilib süfrədə yığılır. Daha sonra birimiz mətbəxə keçib günorta üçün yemək hazırlayırıq, birimiz də evə keçirik, başlayırıq ev eşiyi yığışdırıb silib süpürməyə. 2-3 gündən bir yer dəyişmək edirik. Bəzən evi mən təmizləyirəm, yeməyi Eltim bişirir, bəzən də yeməyi o bişirir, evi mən təmizləyirəm. Günortaya qədər işlərimizi bitiririk. Daha sonra ya çay ya kofe birimiz dəmləyir. Deyim, daha çox bunu da qaynımın yoldaşı edir, çünki o tez susayanda. Mən isə iş görəndə nə su, nə çay, nə də ki yemək yadıma düşmür. Qaynımın yoldaşının bir yerə getməsi lazım olursa, məni heç nə demədən evdən çıxa bilir. Çünki o bilir ki, onun uşaqları acanda yeməyini, paltar istəyəndə paltarını, yox da ki, ona aid olan hər hansı bir işləri mən ona saxlamayıb edəcəm. Eyni şəkildə mənim də harasa getməyim lazımdırsa, mən ona heç bir şey demirəm. Yoldaşımın yeməyini də, içməyini də, palını da, paltarını da, mənə aid olan digər ev işlərini də necə lazımdırsa, mən gələnə qədər edəcək, mənə saxlamayacaq. Ümumiyyətlə evdə sənin mənim söhbəti olmur. İstəyir iş-güc olsun, istəyir hər hansı bir əşya olsun. Bir-birimizin sərhədlərinə toxunmamağa çalışırıq. Video uzun olmasın deyə ardını part 2-də paylaşacağam. Sizi maraqlandıran hər hansı bir suallar varsa yazın gəlsin, elə part 2-də onları da cavablandıraram.